Bugünkü mövzumuz Human papillomavirusun riskləri və müalicəsi haqqındadır. Bildiyimiz kimi Human papillomavirus cinsi yoldan yoluxan virusdur və təəssüflər olsun ki, zamanında müdaxilə olunmazsa, bəzi növləri vardır ki, uşaqlıq boynu və vulva xərçənginin yaranmağına səbəb ola bilərlər. Human papillomavirus artıq müalicə olunan bir virusdur və zamanında müdaxilə olunaraq immun sisteminə təsir edərək biz immunitetimizi qaldıraraq virus əleyhinə preparatlarla zamanında virusun bədənindən atılmasına nail ola bilərik. Zamanında olunmuş müdaxilə sayəsində isə virus uşaqlıq boyundan zədə vermədən orqanizmimizi biz bu xəstəlikdən qurtara bilərik. Əziz xanımlar, əgər Human papillomavirusunuz aşkarlanıbsa, yalnız kolposkopik müayinə edərək, uşaqlıq boynundan pap smear analizi götürərək biz bu virusu yox saya bilmərik. Əlbəttə ki, hər 3-6 aydan bir bu müayinələr təyin olunur. Amma bu müayinələrlə yanaşı bizim mərkəzdə sizə təyin etdiyimiz müalicə sayəsində də virusun tez bir zamanda bədəndən atılmasına nail ola bilirik. Bildiyimiz kimi bu virus 2 il ərzində heç bir müdaxilə olunmadıqda belə immun sistemimiz güclü olarsa tam bədəndən atıla bilir. Bizim sizə təyin etdiyimiz müalicələr sayəsində isə biz bu prosesi daha da tezləşdirərək 28 günlük müalicə ilə bizim orqanizmimizi bu virusdan qurtara bilərik. Mərkəzimizə müraciət edərək bizimlə bir yerdə 28 günlük müalicə ilə siz bu virusdan qurtula bilərsiniz. Hər zaman sağlam və özgüvənli olun.